Deməli dostlar, bu günlərin belə bir məsələ ilə bağlı studiyamıza qonaqlar dəvət eləmişəm. Babaşov Dilavər Stam oğludur. Bir də onun oğlu Nəbi. Babaşov Nəbi Dilavər oğludur. Dilavər müəllim kimdir? İndi birazdan özü açıqlayacaqdır. Bir neçə gün öncə bilirsiniz, mətbuatda belə bir informasiya yayıldı ki, qardaşım uşaqları mənim fermamı əlimdən almaq istəyirlər. Yəni toyuq fermamı əlimdən almaq istəyirlər. Mən bu günlərim Dilavər müəllimin studiyama qonaq çağırmışam. Bu məsələni birlikdə araşdıraq. Və bu məsələnin bir ucu da geri dayanır Müdafiə Nazirliyinə. Həm də istəyirəm ki, buradan hüquq mühafizə orqanları, baş prokurorluq, məhkəmə və Dövlət Təhlükəsizlik Xidməti bu məsələni izləsin. Çünki bir ucu geri dayanır ora. Orada da söhbət milyonlardan gedir. Əslində bizim üçün sadə gələn, adi gələn bir şeydir bu. Deyir ki, Sabirabad ara, Müdafiə Nazirliyi ara, quşçuluq ferması ara, Müdafiə Nazirliyi ara. Amma indi biz baxacağıq ki, kimlər hansı oyunlar oynayırlar burada. Dilavər müəllim, xoş gəlibsiniz studiyamıza, sabah gətiribsiniz. İlk özünüzü təqdim eləyin. Babaşov Dilavər Stamoğlu, Sabirabad rayonunun Nizami kəndində quşçuluq fabrikinin direktoru. Sahibkarsınız. Həm də təsisçisi. Həm də təsisçisi. Bəli. Mən 2015-ci ildə qərara gəldim ki, quşçuluq fabriki tikəm. Rayon İcra Hakimiyyətinin başçısına Nazım müəllimə müraciət elədim. Dedi ki, kömək istəyirsən, köməklik edək. Elə oldu, Nazım müəllim dedi ki, bu yaxınlarda Maliyyə Naziri gələcək, Sabir Şərifov. Samir Şərifov. Bəli. Onda sən də söz veririk, sözü deyərsən. Siz ona kimin hansı işlə məşğul olurdunuz? Ona kimi Əlvan Quşçuluq fabriki vardı Axtasda, oranın direktoru idim. O başqa adamının da sizin deyildi. O rəhmətli qardaşımın idi. Hə, qardaşınızın firması idi. Hə, oranın direktoru idim. Samir müəllim iclası aparanda mən də siyahımı vermişdilər. Mən də 18 adam idim. Nə bilim, biri durub dedi, yoldaş naziri mənə 5 milyon pulladı, bir də mənə 3 milyon pulladı, bir də nə bilim, mənə falan şey eləmək istəyirəm. Mən durub dedim ki, cənab nazir, mənim puldan ehtiyacım yoxdur. Mən torpağı verin, fabrik tikəcəm. Nəsə başçı ilə belə pısılaşdı, başçı başını bildirdi ki, hə. Mənə dedi ki, Maliyyə naziri, sənə torpaq verdirəcəm. Verməsələr, bir ayda bir kərəm qəbul günüm var. Gələrsən qəbuluma. Bunu Samir Şərifov dedi. Bəli, mənə Samir Şərifov dedi. Dedim, başçı, elə oldu ki, mənə torpaq verdilər. Torpaq, kənd sabah tənə torpaq idi. Onun sənədlərini rahladım, apardım baş nazirin qəbuluna. Apardım. Təyinatın dəyişilməsi ilə bağlı. Apardım, təyinatını dəyişdim, gəldim. Ondan sonra da fövqəladan sənədləri keçirdik. Başladım tikinti tikməyə. Tikintini tikdim. 2017-ci ildə cənab prezident açılışına gəldi. Gəldi və bəyəndi. 2017-ci ildə? Bəli. Nə qədər sərmayə yatırdınız ora? Haradasa 14-15 milyon. 14-15 milyon manat. Bəli. Və müasir tipli? Sahibkarın milli fonduna 1 milyon götürdüm. Hə, orada da verdilər sizə yardım. Müasir tipli bir fabrik tikdim. Ofşun, bunu işlətdim 2022-ci ilə qədər. Bu sizin həm də dədə-baba məsləhənizdə, belə mən belə başa düşdüm. Yəni sizin böyük qardaşınız... Hamımız quşçuluqda işləmişik. Hə, quşçuluqla var. Yəni dövlətdə işləməyibsiniz də siz? Əvvələn dövlətdə işləmişik. Dövlətin quşçuluğunda. Dövlət quşçuluğunda. Sonradan da indi... Sovet hökuməti dağıldı, getdi. Sonra özümüzün olub. Elə oldu ki, 2022-ci ilin yanvar ayında oğlumu çağırdım, dedim ki, nə bileyim, mən ağır əməliyyatı olmuşam İstanbulda 18 saat, onurğadan. Onurğadan? Bəli, odur ki, soğuk oldu, gələ mən şərif, zatlı olayan boynuma gəzəm ki, soğuk olmadı. Dedim, mən işə gəlib edə bilmirəm. Gəlsənəm buranı sataq, bir də rayondan bir obyektlər işlədik. Dedim, nə deyirəm? Dedim, gör yine istəyən var, bir kere madde yine. Səhəri günü, yoxdur, birisi günü gördüm, bunlar iki qardaş gəldilər, bu qardaşım oğlanları. Qardaşınızın, böyük qardaşınızın? Böyük qardaşımın cəllad oğlanları gəldilər. Gəldilər, xoş, 5-15 öpüşdük, görüşdük, əminə tərsən, əmin olub. Onlar hansı rayonda yaşayırlar? Onlar yaşayırdılar Bakıda. Bakıda? Bakıda. Bu məhkəmə ərəfəsində kimsə bunların yaxşı ustası oldu, dedi, köçün gəlin Şirvana, məhkəmə burada olacaq. Aydın, yox, ona qədər onların da, dediniz, atasının firmasında siz direktor işləyirdilər. Elə oldu ki, bunlar gəldilər, dedi, əmək işçisasından firman, dedim, hə, dedi, neçə, dedim, 20 milyon. Samir, dedi, söhbət eləyərik, sabah gələrlər söhbət eləyərik. Hər gün gəldilər,
Dedi yekun qiymət, dedim siz dedilər 16 milyon. Dedim laf yaxşı. Sizlə mən durub söhbət eləməyəcəm ki, siz mən qardaşım balalar. Bütövlükdə satırsınız yoxsa? Yox, yox. Hı. Mən satmalı köy satmaq istəyirdim. Hı. Onlar mənə təklif elədi ki, Yox, yəni 16 milyon tam şəkildə tam verirdi də şəkildə. fabriki bütöv. Onlar 14 milyon yatırtmışdınız, hə, 16 milyonu da satırdınız. onlar mənə dedi ki, sən bunun yarısını ver bizə 8 milyona, Aha. yarısı qalsın oğlunla, işamoğlu biz işlədək. Mən dedim, yaxşı, 8 milyon verirlər mənə, gidib mən özümə bir iş görərəm. Həm də oğlum işsiz qalmadı işləyər. Rahatlaşdıq. Səhəri gün tezlərindən gəldilər, getdik asfalt xidmətə. Keçirtdim bunların 50% bunun adına. Dedi, əmi, darıxma bu yaxınlarda kufta çıxardacaq. O keçirdəndə alqı-satqı müqaviləsi imzaladınız? Allah, yadımda deyir. O biləm ki, 10 min pul götürdülər kasaya. Yox, bildim. Orada biri var ki, məsələn, iki cür şey var. Notariusa gedirsən, Natar gelmiş diyorlar. notariusa alqı-satqı müqaviləsi imzalayırsan, orada göstərilir ki, firmanın bu qədər payı mən satıram filan kəsə, filan kəslərə. Qardaşı olur, kim olursa, lap oğluma satıram, fərq eləmə. Orada summa göstərilir alqı-satqı müqaviləsində. 10 min. 10 min pul vermişler. Yəni 8 milyonluq obyektinizi 10 minə satdınız. O satmaq diyor da. Tamamı kaldı. Yəni şərik götürürsünüz də belə çıxış gözünüzə. Hə. Payçı, onda alqı-satqı olmayıb da orada. Notariat qaydada alqı-satqı olunmur, orada artıq addan ada keçir. Yəni siz elə ki, səhmlərin bir hissəsini verirsiniz şeyə, onlar. Yəni satırsınızsa orada pul ödənməlidir şeyə. Notarial qaydada banka 10 min ödendi da. 8 milyon ödənməlidir. Yox 8 ödəmədi də. Mən açıq deyim. La dedi ki, biz 8 ödəsək, ondan nağd vergi verəcək. Vergi verilməlidir. Hə, gəl bunu ikimiz aramızda eləyək. Mən buzur Allah. Allahdır. Allahdır. Hə. Bunlar apardılar, kufsa çıxartdılar, çıxarmadılar. Bilmirəm. Bir il keçdi, nə bilim 6 ay keçdi, il yarım keçdi, 2 il keçdi. Dedim, nə oldu pul? Bir darıxma əlimizdə başa Bu həmin işlərdi. müddətdə heç onlar fermiyə gəlib getmirdilər. Yox. Necə bir ildə alıbdır. Yox, Gəlib maraqlanmır ki, mən 50% sahibiyəm qardaş, bu da mənim qazancım olmalıdır. Pullarını göndərirdi, mən heç gəlirlər ki. Hə, siz 50% qazancınız, onların 50%'ini göndərirdi. Pullarını göndərirdim. Elə oldu ki, 2024-cü ildə bunlara dirəndim ki, pulu verdim. Bu mənə qayıtdı ki, nə pul? Oranın mənim dədəmdir ki, bizim blok yaxşı. Mən boyda bir kağız verirəm, mən dedəm ki, buranı. Mən bir dənə nakladını o verirəm ki, falan yerdən kabeli, ya taxsanı, ya şurupu, ya qadağı mən alıb gətirəcəm bura. Dədən alıb gətirəcəm. Dedə, yox, tutarmışıq səninlə. 50% bizimdir. Sənədləşdirmişik. Sənədləşdirmişik. Mən də verdim bunları məhkəməyə. Məhkəməyə verəndən mən bir həftə gördüm ki, bunlar gəldi ikisi qardaş. Mən dedilər ki, oturmuşdum çardağın altında sağ içirdim. Dedilər ki, görətlə Nemət gəlir. Durdum ayağa dalda heyvanların, o keçdi heyvanların tərəfə. Gəldilər dalımcan. 6-7 kərə əmi gördü. Yox, bıçağın əminin telefonu qaldırmıyırdılar. İndi əmi oldum yəni alaqlarından. Dedim, gedin, məhkəmədə görüşərik. Qayıtdı gəl, məhkəmədə bizimdir. Nə məhkəmə dedi? Mən dedi, Nemət dedi, mən dedi, yoldaşımın əmsi oğlu ali məhkəmədə işləyir. Yoldaşımın əmsi oğlu ali məhkəmədə. Pərviz Mamedov Vaqif oğlu. Məmmədov Pərviz Vaqif oğlu. Məmmədov O ali məhkəmədə işləyir, mi? Ali məhkəmədə işləyir. Məhkəmədə işləyir. Dedi, o bizə köməklik eləyəcək. Sənin arasında, sənin kimin var? Dedim, mən də göydə Allahım yerdə ölkəmin prezidenti. Nəyə sizə gəldilər, nə təklifə gəlmişdilər ki, bax... Niyə gəlmişlərsə hoşum deyə bilmədilər, qəbul eləmədim. Çıxdılar, getdilər. O böyük, balaca ilə yola getmək olardı. Böyük, çox Allah adamdır. Mən bu Neymətlə bağlı bir araşdırma apardım, dedilər ki, Neymət yaxşı adamdır, pis adam deyil. Neymət yaxşıdır. Cavan oğlandır, baxıyorum, şəklinə də baxıram, dedilər ki, yaxşı adamdır, haqqına düz adamdır. Ki var, bütün bazıların hamısını yığıb, anasın ki, gəlin qol çökün, bizim fabrikdə payımız yoxdur. Atasının fabrikində. Hamısın. Atalar rəhmətə gedəndən sonra bu işə başlayıblar bunlar. Gedincən, şöhrətin duxu nə idi, Azqabılın zonasına gələr, qoymurdu rəhmət. Qardaşınız buraxmırdı onu bu Azqabılı. Deyirdi o, fərdi kişidir. Vay görə qoymurdu. Niyə qoymursun deyimdə açıq. Şöhrətin adrəsi 4 dənə ev var, Bakıdan yaxşı yerə Targovildən. Bu evlər yavaş-yavaş satar 4-ündə. Vay. Günlərin bir günü qardaşım mən çağırdı ki, gəl bura get. Dedi, bilirsən nə oldu, dedim, yox. Dedi, şöhrət öylərimin hamısını satıb, pılım da neyinib bilmirəm. Dedi, sən öyle 2 dənə yuxu dərmanı yata bilmirəm. Stres ondan düşdü xərcək. Yəni bir neçə milyonluq belə deyək də mülk satıb da.
Çox bahalı evlər idi. Çox bahalı evlər. Çox bahalı evlər idi. Eləsi əsəb, axır düşdü xərçəngə. Böyük qardaş olsun. Böyük qardaşım. Şöhrət kimi oğlum beşli qurban olsun va. O ödünə başdaşına qurban olsun. Şöhrət oğuldu. Ofşim qardaşım getdi rəhmətə. Nə demək olardı? Bu köçdü gəldi Bakıya. Hacıqabula. Atam mülkünə. Ölən kimi yığışdı gəldi bura. Onların firmasının adı nədir? Şirkətlər. Hacıqabul quşturuq şirkətidir. Hacıqabul quşturuq şirkəti. Dubaya yaxşı mal verirlər. İçindən bir düzəpərəm orada. Orada da gələcəyində o videolara baxdım mən. İndi o yumurtalarla bağlayacağını, qardaş bunları daha yaxşı verdiniz məhkəməyə. Verdim məhkəməyə. Birinci məhkəmədə elə aldım Allah'ta oldu. Belə yanından fırladılar. Dedilər ki, sabah qərar deyərik. Sabahsı gün qərar dedilər ki, onların xeyrinə. Dedim, əla. Məhkəmə. Bir daha oldu elə məhkəmə? Bir kərəm. Yalandan görüş oldu. Səhər gündə işlər gün keçdi. Məhkəmə oldu. O gün biz uduzduq. Verdim apelasiya. Apelasiya 6-7 dəqiqə çəkdi. 6-7 dəqiqə. Nə bizim vəkili qəbullədi, nə şahidlərimizi qəbullədi, nə yaxşı şahidlərim vardı. Oranı 200-dən yuxarı fəhlə tikib. Hamısı dedi biz şahid ol gələk məhkəməyə. Heç birini qəbul eləmədi. Bizim vəkilimiz gəldi birinci məhkəməyə ki, o görüntülər verdi ki, görüntü işləmir. Görüntünü də qəbul eləmir. Yox, vicdanın səsinə qulaq asırdı o. İşləmir, hə. O kim, onlar da ikinci məhkəmədə Abdullayev Vəli Əsgər oğlu. Bu işi də belə aşırtdı, onların xeyrinə. Onlar Vəliyar xanıydılar. Vəli qoşurdu bu işləri. Vəli kimdir? Vəli apelasiya məhkəməsinin sədri. Apelasiya məhkəməsinin sədri. Bəli, oradan Mamedov Pərviz diktavat edirdim ha. Ali məhkəmədən. Ali məhkəmədən. Bu da burada işi düzüb qoşurdu. Yəni onlar deyir ki, məsələn iddia edirlər ki, bu bizim atamızın, elə mi? Dedi atamız ki, dedim mən səninlə razıyım. Mən bu qədər bir kağız gətirən ki, ya ata o sikiyib, ya biz... Atalar nə vaxt rəhmətə gedib? Ataları 2021-ci ilin 7-ci ayın. Bəs onda niyə o atalarının 2021-ci ilə qədər bunlar heç iddia eləmədilər ki, bu bizim atamızın burada mən də bana deyirəm ki, Atol operasyon verməyib ki, Atol 2017-dən 2020 xəstə olub. Deyirdi o ailədə, mı keçir mənim adıma, mı keçir şöhrətin adıma, keçir bacımın adına, anamın adına, keçir dayım oğlanlarının adına. Nöş demədiniz. Niyə demirsiniz? Yəni ki, bunu dilavər ki, o deyə bilməzdilər. Onun bəbəyin çıxardı yerindən tökər deyərək ki, o dilavərdi mən də keçirdim o cəladım. O deyə bilməzdi. Çünki onun zəhmətini mən çəkmişəm. Yəni o qoyulan puldan qardaşınızın heç bir payı olub olmuyor? Heç bir manat da. Bir manat da olmuyor. Sadəcə olaraq qardaş məsləhət verib, böyük qardaşım. Bəli, böyük qardaşım kimi mən o eşitmişəm. İndi onun qarşısına baş əyirəm. Qardaş başqa şeydir. O ondan bizim nəslə belə gəlməyəcək. Əssalam, mən bunu bilmirəm. Və getdi, apelasiya məhkəməsində də uduzdur. Operasiyanı bu Vəli şordadır, nə danışsa uzun bilər. Vəli Nemət Pastanın onun evinə bağına SMS göndərir. Vəli ki bu kommersiyanın apelasiya məhkəməsinin sədridir, eləmi? Vəli mən bilmirəm. Apelasiya məhkəməsinin sədri Vəli var ki? Bəli, Vəli Abdullayev. Kommersiya məhkəməsinin sədri də Namidar Müstəzadır. Əslən Naxçıvanlı olmalı. Apelasiya məhkəməsinin sədri bu kommersiya üzrə yoxsa ümumi Şirvan apelasiya məhkəməsinin sədri. Şirvan apelasiya məhkəməsinin sədri, hə. Mən ümumi Bakı apelasiya məhkəməsinə baxdım, amma yox. Yox, Şirvan. Şirvan apelasiya məhkəməsi. Bunlar nə desə, Vəli o deyir baş üstə. Burada ikinci söhbət yoxdur. Özlə bunlar nə qədər bunlar məhkəmədə olurlar. Bizim xəbərimiz olmadan aparırlar, gedirlər yanlarına, görüşürlər ki, axıran qoyur o qapıya. Dalam məhkəmə qərarı gətirirlər. Hə da, pastanın mən qapımda qarolçu var, onlar tərəfindən deyir ki, məhkəmənin qərarı var. Bu məhkəmə qərarı harada verdi, mən xəbərim olmalı. Sizi məhkəməyə çağırmırlar? Yox, bizə isayət alaq varırlar. Bu qədər malın, mülkün sahibin məhkəməyə çağırmırlar. Ciddi puldan gelir, 18 milyondan gelir söhbət. Nə olsun 8 milyon? 8 durub yerində onlar yavaş-yavaş işlərini alırlar da. Paçka dollarları verirlər, işlərini görürlər. Müəllim biraz ağsaqqal özünü yaxşı hiss eləmir, əməliyyatdan dolayı narahatdır. Ona görə də biz indi əsas məsələlərə keçəcəyik. Nə bu? Söz səndədir, qardaşım. Başlayaq indi. Salam əleykum. Hardan başlayım, hardan bitirib? Valla onu deyəm, mənim indi əmoğlu sizsiz, iki əmoğlu arasında çox ciddi bir sıxıntı var. Bəli. Yəni, əslində baxsan, belə şeylər biraz utanç verici bir məsələdir. Bunların kifayət qədər ciddi bir məsələdir. İki əmoğlu əslində elə bir qanı daşıyan, bir tayfanın nümayəndəsisiz, bir ailənin üzvlərisiz. Yəni, bu pul, bunların pulu mu yoxdur ki, özdə şey deyirik ki, burada ataları kifayət qədər imkanlı adam olubdur, bir neçə firmaları var. Bunlar
kimlərin fermalarına əlavə icari arendaya götürüb işlədirlər? Bu məlumatı varmı bunların? Bəli. Bunlara başlayaq danışaq yavaş-yavaş. Bunlar niyə sizin pula, göz tiksinlər sizin bax o 8 milyona? Bunların 8 milyonu mu yoxdur? Yoxsa 8 milyon bunlar üçün çox böyük bir puldur. 8 milyon onlar üçün çox xırda bir puldur. Xırda puldur. Bəli. Çünki atalarından kifayət qədər onların sərvət qalır, özlərinə qismət. Bizə də maraqlıdır ki, niyə görə bu qədər sərvətin yiyəsi olan bir adam gələr əmsinin əziyyətlə qurub yaratdığı mülkə sahiblənmək istəyər. Onlar atalarından Hacıqalı Quşçuluq şirkəti qalıb və bir neçə obyektlər də qalıb, Bakı şəhərində evləri qalıb, özlərinə qismət. Sabirabad rayonunun Axtaçı Muğan kəndində Əlvan Quşçuluğu da xalası oğluna aid idi. Daha doğrusu şərik idilər. Yarısı Əlvan müəllim idi, yarısı rəhmətli Aşır müəllimi. Xalaqlıydılar onlar. Bəli. Ana tərəfdən. Bəli. O fabriki o vaxtki dövrdəndi. Xalası oğluna nə mübahisəsi olmuşsa rəhmətli əmmin, onda icraçı direktor atam idi. Oranı biz idarə edirdik. Bax kişi dedi ki, mən Əlvanda. Bəli. Sonra nəsə bəzi problemlər oldu. Məsləhət oldu ki, ora fabriki dayandırsınlar. Fabrikin fəaliyyəti dayandı. Ondan sonra bir neçə il, demək olar ki, bəlkə də 8-9 il fəaliyyəti olmadı fabrik. Sonradan atalar rəhmətə gedəndən sonra fabrikdə müəyyən bir miqdara hansı yollarla alıblar, o özləri bilərlər. Müəyyən bir miqdara oranı da aldılar. Hal-hazırda fəaliyyəti davam edir fabrikin. Həmən Əlvan Bəli, bəli. Atalar rəhmətə gedəndən sonra rəhmətli keçmiş hansı bir nazir var, Fazil Mustafayev. Fazil Mustafayev, bəli, keçmiş vergilər naziri. Bəli, bəli, Fazil Mustafayev. Onu da fabrikin eşitdiyimizə görə icarəyə götürüb hal-hazırda hardadır onun fabriki? Şəmkir Quşçuluq. Bəli. Fazil Məmmədovundur. Keçmiş vergilər naziri, eləmi? Bəli, hə. İndi oranı deyəsən sonra kimlərsə satıldı. Bunlar icarəyə götürüb oranı da işlədirlər. Sadəcə işlədirlər də. O götürüb işlətməyin bu günləri onların heç özlərini də xeyir eləmir. Qaldı ki, bütün Azərbaycanda yumurta istehsalçıların heç birinə də xeyir yoxdur, hətta özlərinə də. Çünki bu günləri ölkə əhalisinin sayı 10 milyondursa, biraz 10 milyon üstündədir. Tələbat da təxmini 1/3 hesablanır da, yumurta tələbatı 1/3 hesablanır. Bu günləri çox yesinlər bir ölkədə. Yəni 3 nəfərə bir yumurta düşür də. Bəli, bu gündəliyə aid. Bəli, təxmini hesablanır, bəli. Gündəlik, yəni 10 milyon əhalimiz varsa 3 milyon 300 min belə deyək. Bəli, maksimum 4 milyonda, laf indi çox idizir, xalqı 4 milyon. Bu günləri ölkədə yumurta istehsalı həddindən artıq çoxdur deyə. Yəni nə qədər olar təxminən? Bəlkə də çox ciddi şeylər açıqlanır burada dostlar. Bəlkə də 6-7 milyon. 6-7 milyon. Bəli. İndi onu ən yaxşısın birliyi bilər, Quşçuluqlar birliyi var da, ora bilər, hə. Təxmini 6-7 milyon, bəlkə 8 milyon. Hə. Ona görə də bu günləri ölkədə yumurtanın da vəziyyəti həddindən artıq pisi və fabriklərdə xarab olmaya doğru gedir.